Xəyli xanım, bütün xanımlar maraqlanır ki, biz niyə davamlı olaraq lazer epilyasiya proseduruna gedirik? Çünki bizim tüklərimizin fazaları var. Anagen, katagen, telogen fazında. Anagen fazında olan tüklər 15-20% tüklər var ki, həmin faza. Tükün köklər, kök hüceyrə ilə bağlılığı var. Biz epilyasiya eləmək kök hüceyrəyə təsir edir və epilyasiyamız doğrudan da həyata keçmiş olur. Telogen fazada o demək ki, tük artıq kökdən ayrılıb istirahət dövründədir. O tük epilyasiya olmasa belə düşəcək və yenisi inkişaf edib çıxacaq. Həmin dövrdə olan tüklərə təsir edən, həmçinin də katagen fazada da artıq kökdən ayrılıb yetişib dəri səthindən çıxmaq istəmir. Biz tüklərə baxanda onun hansı fazada olduğunu biz görə bilmirik. Biz 8 seans deyirik ki, hər fazada 1-2 həftə çəkir. Deyək ki, anagen fazadadır, 2 həftədən sonra isə digər fazalardadır. Bir aydan sonra da növbəti epilyasiyada həmin tükləri epilyasiya etmiş oluruq. Bir bədənin tüklərdən tam azad olmağı üçün ən azından 5-8 seans gəlməlidir.